əmi də şey oxuyurdu, Qarabağ şikəstəsini. Xan əmi çıxan kimi qəlyanını belə götürdü, Yusiflə məni gördü. Dedi, əl otular nətər oxudum. Yusif dedi ki, xan əmi, ürəyimiz dağa döndü, başımızı ucaltdım. Bu, başını tutdu. Hə, doğruda. Görən Allah yara adı verərlər. Qardaşı yazır. Özünün bütün adları var, qardaşının adı yadda. İndi mən də görəm mənə İstiqlal ordeni verərlər, zarafat edirəm. Vaqif Səmədoğlu'nun adı İstiqlal adı ilə bərabərdir də. Necə? Adınız elə İstiqlal adı ilə bərabərdir. Mən biraz başqa cür yanaşıram adlara. İstiqlaliyyət uğrunda mən mübarizə aparmışım. Bəli. Demokratiya uğrunda heç bir vaxt. Bəli. Amma istiqlaliyyət uğrunda mübarizə. Xalq cəbhəsinin təsisçisi kimi də, mitinglərin iştirakçısı kimi, aparıcısı kimi, 400 min, 500 min, sizin yadınızdadır. Yadımdadır bəli. Adam toplayırdıq, tətillər təşkil edirdik. Ancaq müstəqillik uğrunda, istiqlaliyyət uğrunda. Mən heç bir vaxt demokratiya uğrunda bilmədiyim şeyi niyə mən istəyim? O vaxt da bilmirdim, indi də bilmirəm. Mənə təyyarədə, xüsusi təyyarədə 3 milyon dollar rüşvət təklif ediblər. O demokratlar. Ki bu sahə 0,5%. Biz deməli Tayland'a uçurduq. Bangkok'a. Bir adını deməyəcəm, bir şirkətin təyyarəsində, xüsusi təyyarə nə təyyarə? Saray. Bax orada o vaxtki neft şirkətinin prezidenti Sabit Bağırov, Nəcəf Nəcəfov rəhmətlik. Mən də o vaxt neft şirkətində direktorlar şurasının üzvüydüm. 0,5% mənə dedilər, bizim payımızı artır, bu saat. Buradan, təyyarədən sənin hesabına 3 milyon dollar keçirək. Dedim, qurban olum sizə bizim rüşvətxorlar. Sizin təmizliyinizə, siz belə az gözləyirsiniz.